Salam, hörmətli şagirdlər. Bugünkü mövzumuz leksik, qrammatik məna. Sözün leksik mənası, qrammatik mənası. Sözün leksik mənası deyəndə nə başa düşürük? Sözün leksik mənası bizim təsəvvürümüzdə, beynimizdə əşyanı, əlaməti, keyfiyyəti, miqdarı, hərəkəti neyir? İfadə eləyir. Bax, belə deyək. Bax, tutaq ki, müəyyən bir söz götürək. Ada. Ada nədir? Ada deyəndə beynimizdə nə canlanır? Nə təsəvvür edirik? Ada nədir? Bəli. Hər tərəfdən su ilə əhatə olunmuş quru sahəsinə nə deyirlər? Ada deyirlər. Demək görürsəm, ada, bu dediyim sözün məzmununu neynədik biz? İzah elədik. Düzdür? Bax, məsəl üçün deyirəm, yüyürmək. Yüyürmək nədir? Nədir uşaqlar? Qaçmaq. Ay, sağ ol, qaçmaq. Yəni, görürsünüz, sözün hərəkəti nədir? Beynimizdə canlandırdı. Deməli, buradan belə nəticə çıxartmaq olar. Sözün ifadə etdiyi anlayışa nə deyirlər? Onun leksik mənası. Balıq tutaq ki. Nədir balıq? Bəli, suda üzən nədir? Üzgəçləri olan bir canlıdır. Bana nə deyirlər? Balıq. Beynimizdə canlandı da balıq nədir? Bax, deməli, hansı anlayışı bizi beynimizdə canlandı? Suda üzən üzgəcli bir canlı növü. Bax, sözün indi biz leksik mənasını izah eləməyin yollarını öyrənəcəyik. Ümumiyyətlə, sözün leksik mənası dedikdə əsas nitq hissələrindən bir bağlılıq var. Bütün əsas nitq hissələrinin leksik mənası var. Əsas nitq hissələri hansılar idi? İsim, sifət, say, əvəzlik, fe'l, zərf. Bax, bu əsas nitq hissələri leksik mənaya malikdir. Həm leksik mənaya, həm qrammatik mənaya. Köməkçi nitq hissələri isə qoşma, bağlayıcı, ədat, modal sözlər, nida, bunların leksik mənası yoxdur. Və bunların içərisində, köməkçi nitq hissələrin içərisində nidanın nə leksik mənası var, nə qrammatik mənası var. Nidalar çünki ancaq hiss, həyəcan neyinir? İfadə eləyir. Sözün leksik mənası 4 yolla izah olunur. Birinci, sözün əlamət və məzmunun xüsusiyyətlərini neynəmək? İzah eləmək. Və tutaq ki, bax, tala sözü. Və tez-tez mətnlərimizdə tala sözünə rast gəlir. Tala nə deyirlər? Tala, tutaq ki, bir meşəyə gedibsən, düzdür? Ağacların olmadığı düzənlik sahə nə adlanır? Tala. Görürsünüz, sözün neynədir? Xüsusiyyətlərini izah elədim. Əlamət və xüsusiyyətlərini izah eləməklə. Tala sözünü burada yazıram. Meşədə ağacların olmadığı düzən sahə. Deməli, beynimizdə bununla bağlı şuurumuzda nə canlandı? Tala sözünü izah eləyərdi. Onun məzmunu. Tala nə ola bilər? Meşədə ağacların olmadığı düzənli sahə. Məzmun və xüsusiyyətini neynədik? İzah elədik. Bu birinci qayda. İkinci qayda ola bilər. Sözə yaxın mənalı söz seçməklə, yəni sinonim seçməklə. Tutaq ki, igid sözünü yazıram. İgid sözün ilk hissəsi kimlərdir? Həm də sifətdir. Bax, igid sözünü hansı sözlə əvəz eləyə bilərəm? Hansı sözün? Cəsur sözündən əvəz eləyə bilərəm? Sonra, deyin görmələr. Qoçaq, bəli, düz deyirsən. Qoçaq sözündən əvəz eləmək olar? Olar. Görürsünüz? Sözə yaxın mənalı söz seçmək nə? Bu igid sözünə. İgid sözün mənası neynədir?
İzah elədim. Hə? Sonra üçüncü qayda sözə əks mənalı söz. Əks mənalı sözlər hansı sözlər idi? Antonimlər. Bəli, antonim seçməklə. Məsəl üçün, ağıllı sözün antonim nə ola bilər? Axmaq. Nə bilim, biraz çobuk çıxır. Səfih. Əks mənalı söz seçməklə sözün mənasını neynədim? İzah elədim. Aydın oldu. Sonra qaldı uşaqlar. Bax, dördüncü qaydamız. Dördüncü qayda nədir? Sözün hissələri. Sözün hissələrinin məzmununu neynəmək? Mənasını açmaq. O hansı qaydadır? Tutaq ki, bax. Balıqçı sözü. Bax, görürsünüz, balıqçı sözü iki hissədən ibarətdir. Balıq, görürsünüz. Bir də çı, sənət peşə mənası bildirən şəkilçidir. Balıq bayaq dediyimiz kimi suda üzən nədir? Üzgəçdə olan bir canlıdır. Bax, çı şəkilçi artırdı. Balıqçı. Yeni mənalı nə yarandı? Söz yarandı. Balıqçı, balıq tutan peşə sahibinə nə olur? Deyilir. Sözün əlamət və xüsusiyyətlərinin mənasını neynədim? Açıqladım. Bu düzəltmə və mürəkkəb sözlərdə nə olur? Özün göstər. Və başqa söz deyək. Toz soran. Toz nədir? Məişətdə olan bir çiftdir. Evdə, nə bilim, hər hansı bir yerdə. Sormaq feildir, hərəkət. Düzdür? İki söz birləşib toz soran. Yeni mənalı nə yaradır? Söz ifadə edir. Toz soran artıq nədir? Cihazdır. Elə deyil? Deməli, sözün leksik mənasını neçə yolla izah eləmək olur? 4 yolla izah eləmək olur. Sözün məzmunun, əlamət, keyfiyyətin, hərəkətin, ümumiyyətlə eləməklə, izah eləməklə birinci qayda. İkinci qayda. Yaxın mənalı söz tapmaqla üçüncü qayda. Əks mənalı söz tapmaqla dördüncü qayda. Sözü təşkil edən sözlərin tərkib hissələri ayırmaqla izah eləməkdir. Bu, sözün leksik mənasıdır. Demək, sözün leksik mənası nədir? Sözün ifadə etdiyi anlayış onun leksik mənasıdır. Hər hansı bir sözü deyəndə beynimizdə nə canlanırsa, o nədir? Leksik mənasıdır. İndi bax, mən deyəcəm bəzi sözləri, siz onun izahatını verəcəksiniz. Məsəl üçün, Ümid, sən deyil. Quzu. Nədir quzu? Heyvandır. Nə deyirlər? Hansı heyvan? Biraz da dəqiqləşdirə bilərsən. Nə deyirlər quzu? Quzu. Qoyunun balasına demirlər. Bax, görürsünüz, sözün leksik mənasını neynədik? İzah elədik. Beynimizdə nə canlandı quzu deyəndə? Qoyun balası. Düzdür? Ay, sağ ol. Əyləş. Mənə desin, havanı sən. Alma. Nədir alma deyəndə beynimizdə hansı anlayış canlanır? Yeməlidir. Yeməlidir. Nədir? Meyvə. Meyvə. Bəli, alma nədir? Meyvədir. Çoxillik nədir? Ağaçda bitir. Çoxillik nədir? Bitkidir. Meyvələr olur. Beynimizdə bu anlayış canlanır da. Deməli, alma nədir? Meyvədir. Əyləş. Sonra mən desin vəfa. Plov nədir? Düyü. Plov deyib düyüdür. Bildiyi düyüdən hazırlanır. Nə növüdür? Nə növüdür? Düyü nə növüdür? Geyim növüdür. Bəli. Xörək növüdür, düz deyirsən. Deməli, görürsünüz nə qədər sadədir. Sözü deyəndə beynimizdə hansı anlayış canlanırsa, onun nə idi? Leksik mənasıdır. Məsələn, müəllim, həkim. Həkim nədir? Həkim insanları sağaldan. Bəli, insanları müalicə eləyən nədir? Peşə sahibinə nə deyirlər? Həkim deyirlər. Gözü beynimizdə nə canlandı? Həkim deyən, insanları müalicə eləyən sənət peşə sahibi. Bayaq dedik ki, bütün əsas nitq hissələri
leksik mənası var. İsim, sifət, say, əvəzlik, fe'l, zərf. Bunlar hamısı leksik mənaya malikdir. Hə? Tutaq ki, deyirəm 5. 5 nə bildirir? Mən 5-ci sinifdə oxuyuram. Nə bildirir? Say bildirir, sıra bildirir. Düzdür? 5-ci. Hə? Beynimizdə həmin anlayış nə oldu? Şuurumuzda canlandı. Amma bir sıra sözlər var, həm də ki, bax, əsas hissələrin həm də qrammatik mənası var. Bax, tala nə idi? Meşədə ağaçların olmadığı düzən sahə idi. Bu onun leksik mənasıdır. Qrammatik mənası isə sözün hansı nitq hissəsinə aid olmasıdır? Tala isimdir, adlıq haldadır, təkdədir. Və cümlədə rolunda demək olar. Cümlədə mübtədadır, tamamlıqdır, xəbərdir və s. və ilaxır. Aydındır? İndi qrammatik məna haqqında da məlumat verək. Qrammatik məna dedikdə sözün hansı nitq hissəsinə aid olması olur, nəzərdə tutulur. Bax, edici, köməkçi nitq hissələri. Siz bilə təkrar edəcək olar. Hansılar idi köməkçi nitq hissələri? Qoşma, bağlayıcı, ədat, modal sözlər, bir də nida. Hə? Bunların leksik mənası yoxdur, anlayış ifadə eləmir. Tutaq ki, bax, belə bir cümlə yazıram. Deyirəm ki, Ləman və Aylin məktəblidir. Və bu cümlənin timsalında baxaq. Bax, Ləman hansı anlayışı bildirir? İnsan anlayışıdır, qızdır, düzdür? Aylin dəmsin, insan anlayışı ifadə edir, qızdır, düzdür? Məktəblidir nədir? Təhsil alan nədir? Bir şagirddir. Bu anlayışı deyil, beynimizdə, şuurumuzda əks elətdirir. Yaxşı, bax, buradakı və nədir? Və nədir? Germ növüdür, ərzaq növüdür, hərəkət bildirir. Və nədir? O sözləri əlaqələndirir sözlədir. Götürürlər, bənin nəyi yoxdur? Leksik mənası yoxdur. Ancaq nəyi var? Qrammatik mənası var. Aydındır? Sözün qrammatik mənası deyəndə onun hansı nitq hissəsinə aid olduğu ifadə olunur. Ləman sözünü götürək, Aylin sözünü götürək. Hər ikisi nədir? İsimdir, adlıq haldadır, xüsusi isimdir, təkdədir, cümlədə mübtədadır. Bu onun nədir? Qrammatik mənasıdır. Aydındır? Amma görürsün, köməkçi nitq hissələrin isə ancaq qrammatik mənasıdır və bağlayıcıdır, birləşdirmə funksiyasını neyinir? Daşıyır. Aydın oldu. Demək, buradan belə nəticə çıxır ki, bütün sözlərin leksik mənası yoxdur. Ancaq əsas nitq hissələrin leksik mənası var. Köməkçi nitq hissələrindən də nidadan başqa bağlayıcının, qoşmanın, ədadın, modal sözlərin nəyi var? Qrammatik mənası var. Bir dənə nidanın nəyi yoxdur? Qrammatik mənası yox. Ancaq hiss və ya can ifadə edir. Yəni biz sevinəndə, qorxanda, təəssüflənəndə bu sözlərdən nə edirik? Nidalardan istifadə edirik. Aydın oldu uşaqlar. Qaranlıq bir şey qalmadı. Sağ olun.